Dəyərli izləyicilərim, hər birinizi xoş gördük. Bu günlərim mən sizə Xırdalanda Heydərli prospektinin tam kənarında Təzə və Köhnə bazara yaxın 2 və 9 saylı məktəblərə yaxın bir ərazidə çox mərtəbəli binanın ikinci mərtəbəsində 54 kvadrat metrdən ibarət olan tam dolu əşyalı, kupçalı və ipotekaya yararlı bir mənzil təqdimat edirəm. Təqdimata başladığım mənzilimizin qonaq otağından. Gördüyünüz video təqdimatda bütün əşyalar mənzildə qalacaqdır. Qeyd edim ki, suyu, qazı, işığı daimidir, kupçalıdır. İpotekası təsdiqlənmiş müştərilərin əlaqə saxlaya bilərlər. Alıb rahatlıqla kirayə verə biləcəyiniz bir yerdədir. Tam prospektin kənarındadır. Məktəb, bağça, iaşə obyektlər, bütün marşrutlar binanın önündən keçir. Buradan keçək sizə mənzilin eyvan hissəsini göstəreyim. Əslində eyvan hissəsi də çox böyükdür, genişdir. Ev sahibinin satmaq səbəbi işi ilə bağlı köç etdiyi üçündür. Geniş eyvan hissəsi var. Yəni istəyə uyğun buranı böyütmək də olar. 54 kvadrat metrdən ibarətdir. Suyu, qazı, işığı daimidir. Buradan keçirik mənzilimizi. Otaqlarını sizə təqdim edim. Qeyd edim ki, 2 otağa düzəlmədir. Burada yerləşir mətbəx hissəsi. Bütün avadanlıqlarla birlikdə satılır. Burada giriş qapısıdır, seyf qapı qarşılayır bizi. Buradan keçirik mənzilimizin sanitar qovşağı ilə hamam otağı. Duş kabinasından belə yığılıb tam hazırdır. Bazar qiymətinə görə əla qiymətə təklif olunur. Sürətli, lifti, 24 saat mühafizəsi, yeraltı, yerüstü dayanacaq. Bura isə mənzilimizin yataq otağıdır. Rahatlıqla kirayə verə biləcəyiniz bir mənzildir. Alıb 400-500 manata kirayə də vermək mümkündür. Ərazi olaraq Heydərli prospektinin tam kənarı olsun, məktəbə yaxın, prospektə yaxın, marşrut dayanacaqlarının yaxınlığında olan bir mənzil istəyən müştərilərim təcili profildə nömrəm var, əlaqə saxlayın. Bu gözəl mənzilə siz sahib olun. Həqiqətən yer olaraq, ərazi olaraq ideal yerdədir. Çox mərtəbəli binanın ikinci mərtəbəsində yerləşir. Kupçalıdır, kupçası tam əldədir, alqı-satqıya hazırdır. Dəyərli izləyicilərim, bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın. Sizin də satışda mənziliniz varsa deyin, yaxın bir müddətdə gələk. Satışına köməklik etmiş olarıq.